Salamlar. Bugün sizlərə 5-ci sinif Azərbaycan tarixindən Böyük Zəfərin İş Qaranquşu Aprel döyüşləri mövzusunun izahını təqdim edəcəyəm. İzaha keçməmişdən əvvəl onu qeyd edim ki, əgər izah videoları sizin üçün faydalıdırsa, istəsəniz kanalımıza abunə ola bilərsiniz. İndi isə gəlin başlayaq dərsin izahına. Atəşkəs sazişi deməli. Atəşkəs sazişi imzalansa da, cəbhə xəttində atəşkəsləri kəsilmirdi. Düşmən təxribatları əl çəkmir, din sakinləri belə hədəfə alırdı. Demək, atəşkəs sazişi imzalansa da, bu 1-ci Qarabağ müharibəsi nəzərdə tutur ki, 1991-94-cü illərdə, 94-cü ildə də Bişkeş protokolu imzalanır. 1-ci Qarabağ müharibəsini başa çatdıran, belə deyək, müqavilə və bununla da 1-ci Qarabağ müharibəsi 94-cü il may ayının 12-sində başa çatır və bununla baxmayaraq cəbhə xəttində atəşkəsləri kəsilmirdi. Yəni erməni təxribatçıları cəbhə xəttində daima atəşkəsi pozurdular və dinc sakinləri belə hədəfə alınırdı. 2016-cı ilin aprelin 1-dən 2-sinə keçən gecə ordumuzun mövqeləri cəbhə xəttinə yaxın olan kəndlərimiz atəşə tutuldu. Demək, nə zaman 2016-cı ilin aprelin 1-dən 2-sinə keçən gecə ordumuzun mövqeləri cəbhə xəttinə yaxın olan kəndlərimiz atəşə tutuldu. Bununla da aprel döyüşləri başlandı. Nə zaman başlandı? İli yadımıza saxlarıq. 2016-cı il aprelin 1-dən 2-sinə. Və nəticədə Azərbaycan ordusu bir neçə hərbi qulluqçusu və mülki şəxsi həlak oldu. Əks hücum əmri alan igid hərbiçilərimiz düşmən üzərinə atıldılar. İki istiqamətdə amansız döyüşlər başlandı. Demək, əsgərlərimiz, ordumuz iki istiqamətdən ermənilər üzərinə hücuma başladılar. Bunlar da xəritədə göstərir Tərtər istiqaməti və də Cəbrayıldən, cənub hissədən, bu istiqamətdən Lələtəpə yüksəkliyi, bir də Tərtər şimal istiqamətdən, demək ordumuz iki istiqamətdən yürüşə başladı. Hərbi bölmələrimiz bir qrupu Tərtər istiqamətindən Talış yüksəkliyinə doğru hücuma keçdi. Demək, Tərtər yüksəkliyi, Talış yüksəkliyi. Tərtər istiqaməti, Talış yüksəkliyi. Demək, Talış yüksəkliyi hansı tərəfdədir? Tərtər rayonu tərəfdə, yəni bu şimal istiqamətdən. Bu istiqamətdən hücuma keçdi. Digər qrup hədəf isə Cəbrayıl istiqamətindən Lələtəpə yüksəkliyi. Demək, Lələtəpə yüksəkliyi Cəbrayıldadır. Talış yüksəkliyi Tərtər istiqamətindədir. Bu istiqamətdə yadımızda saxlayırıq və qarışdırmırıq. Cəbrayılda Lələtəpə, Talış yüksəkliyi də Tərtər istiqamətdə. Ordumuzun mövqeləri və yaşayış məntəqələrimiz məhz bu yüksəkliklərdən atəşə tutulurdu. Yəni, bu Lələtəpə yüksəkliyindən və Talış yüksəkliyindən ordumuzun mövqeləri deməli atəşə tutulurdu. Daha sonra baxırıq, bilirsiniz, hissəsinə baxırıq. Deməli, aprel döyüşlərində Azərbaycan ordusu xüsusi təyinatlı qüvvələri düşmənin qorxu rüyasına çevrildi. Daimən çətin təlimlər keçən xüsusi təyinatlılar uzun müddət torpağın və suyun altında qala, düşmən içərisində gizlənə bilirlər. Hündür dağlar, sıldırım qayalıqlar və sıx meşələrdə təlimlər keçən igid döyüşçülərimiz istənilən hərbi tapşırığı hər zaman hazırdır. Xüsusi təyinatlı qüvvələrinin zabit və gizirləri bir neçə dil bilirlər. Yaxşı təhsil, fiziki hazırlıq və peşəkarlıq xüsusi təyinatlı ordularının sirridir. Onlar məşhur bir şüarı var, görünmədən görünmək. Demək, onların şüarı nədir? Görünmədən görünmək, görünmədən görmək. Demək, görünmədən görmək, ölmədən geri dönmək. Demək, onların şüarı nədir? Xüsusi təyinatlı qüvvələrimizin şüarı nədir? Görünmədən görmək, ölmədən geri dönmək onların şüarıdır. Yəni, xüsusi təlim, bir neçə dil bilirlər və çətin şəraitdə hazırlıq görürlər bu təyinatlı qüvvələrimiz. Daha sonra Talış yüksəkliyi, Talış kəndi yüksəkliyi uğrunda döyüşlər. İgid döyüşçülərimiz qısa müddətdə Talış istiqamətində düşmən müdafiə xəttini gəlib yüksəklikləri ələ keçirdilər. Demək, Talış yüksəkliyi dedik Tərtər istiqamətdədir. Bu istiqamətdə düşmən müdafiə xəttini gəlib yüksəklikləri ələ keçirdilər. Hücum o qədər sürətlə həyata keçirirdi ki, düşmən əsgərləri silah sursatını atıb qaçmağa başladılar. Axı bu torpaqlar onların deyildi. Azərbaycan hərbiçiləri isə əzmlə döyüşürdülər. Azad etdikləri doğma vətən torpaqlarının hər qarşısında sanki əlavə güc alırdılar. 2 günə 14 düşmən postu ələ keçirildi. Düşmən böyük itkilərə məruz qalmışdı. Demək, bu aprel döyüşlərində Tərtər istiqamətində. Daha sonra baxaq
Döyüş meydanından qaçan düşmən əsgərləri itirdikləri əraziləri toplarla atəşə tutmağa başladı. Ardınca tanklarla hücuma keçdilər. İgid hərbiçilərimiz düşmənin 14 tankını sıradan çıxardılar. Səngərdə şəhid olmağı üstün tutan Azərbaycan əsgəri döyüş meydanını tərk etmir, son güllələrinə qədər vuruşurdu. Həlak olan hərbiçilərimizin bəzilərinin əlində sıxılmış vəziyyətdə son qumbara, deməli, son qumbara, bəzilərinin avtomatlarında isə yalnız bir güllə qaldığı məlum olmuşdu. Düşmənin əks hücumları ciddi nəticə vermədi. Talış kəndi ətrafında yüksəklə nəzarət ordumuza keçdi. Bununla da Naftalan şəhərinə və ətraf kəndlərin təhlükəsizliyi təmin edildi. 2-ci Qarabağ müharibəsi ordumuzun bu yüksəklərin hücuma başlamışdı. 2-ci Qarabağ müharibəsində də. Demək, bu Talış kəndi ətrafında yüksəklə nəzarət nəticəsində ordumuz Naftalan şəhərini, ətraf kəndlərin təhlükəsizliyini təmin etdi. Demək, Talış kəndi ətrafında yüksəklərin azad olunması nəticəsində Naftalan şəhərinə, yadımızda saxlayın, Naftalan şəhərinə və ətraf kəndlərin təhlükəsizliyi təmin olundu. Aprel döyüşlərində bu Talış kəndi ətrafında əldə etdiyimiz ərazi və yüksəkliklərin nəticəsində Naftalan şəhərinin və ətraf kəndlərin təhlükəsizliyi deməli təmin olunmuş oldu. Daha sonra da baxırıq. Aprel döyüşlərində Azərbaycan ordusu ilk dəfə pilotsuz uçuş aparatlarından, PUA-lardan istifadə etmişdi. Nə zaman istifadə etmişdi? İlk dəfə Aprel döyüşlərində yadımızda qalır. Pilotsuz uçuş aparatlarından, PUA-lardan istifadə. Bu aparatların bir neçə növü var. Bəziləri uzun müddət havada qalaraq kəşfiyyat aparır. Digər növləri isə düşmənin havadan zərbə endirə bilir. Aprel döyüşlərinin zamanı Ermənistandan könüllü döyüşçüləri cəbhə xəttinə gətirən avtobus PUA vasitəsilə partladılmışdı. Düşmən şoka salan bu PUA İsrail istehsalı olan Harop idi. Demək, İsrail istehsalı olan Harop PUA-larından Aprel döyüşlərində də istifadə edilmişdi. Həmçinin qarşıda da keçəcək 2-ci deməli Qarabağ müharibəsində 44 günlük zəfərdə də bu deməli PUA-lardan istifadə edilmişdi. Daha sonra bu hissəyə baxırıq. Demək, Lələtəpə döyüşləri Cəbrayıl istiqamətində gedən döyüşlərdir. Bayaqlar isə dediyim Talış istiqaməti idi. Bu Talış Tərtər istiqamətində Talış kəndi, Talış yüksəkliyi ətrafında döyüşlərin, indi isə Lələtəpə döyüşləri Cəbrayıl istiqamətdə. Lələtəpə Cəbrayıl rayonu ərazisində yerləşir. Onun hündürlüyü 271 deməli metrdən çoxdur. Burada Füzuli və Beyləqana qədər uzanan əraziləri müşahidə etmək mümkündür. Demək, Lələtəpə yüksəkliyi ilə həm Füzuliyə, həm də Beyləqana qədər uzanan əraziləri müşahidə etmək mümkündür. Lələtəpə harda yerləşir? Yadımda saxlayaq. Cəbrayılda. Lələtəpə yüksəkliyi 271 metrdən hündürdür və bu həm Füzuli, həm də Beyləqana qədər uzanan məsafələri müşahidə etməyə kömək edir bu yüksəklik. Yəni bu yüksəkliyə nəzarət həm Beyləqan, həm də Füzuliyə qədər olan əraziləri müşahidə etməyə böyük demək təsir göstərir. 1-ci Qarabağ müharibəsində Lələtəpə yüksəkliyi erməni silahlı birlikləri tərəfindən işğal edilmişdi. Düşmən burada yaxınlıqda yerləşən Cocuq Mərcanlı kəndini də atəş altında saxlardı. Demək, Lələtəpə nəyi atəş altında saxlardı? Cocuq Mərcanlı. Demək, Lələtəpə yüksəkliyi əldə olması Cocuq Mərcanlının atəş altında qalmasına səbəb olurdu. Bu Cocuq Mərcanlı da deməli 1-ci Qarabağ müharibəsi dövründə 93-də ermənilər işğal edir, 94-də Heydər Əliyevin hakimiyyətə deməli gəldikdən sonra Horadiz istiqamətdə əməliyyatlar nəticəsində bu Cocuq Mərcanlı 94-cü ildə azad olunur. Cocuq Mərcanlıyı biz 94-də azad edilir, lakin orada məskunlaşma olmur. Çünki Lələtəpə yüksəkliyi hələ də ermənilərin nəzarətində olduğundan bu Cocuq Mərcanlıda insanlar məskunlaşa bilmir. Çünki ermənilər oranı daim təhlükədə saxlayırdı, atəş altında saxlayırdı deyə. Cocuq Mərcanlıda 94-dən bəri məskunlaşma olmur. Lakin 2016-da Lələtəpə döyüşlərindən sonra, daha sonraki dövrdə Lələtəpə azad olunandan sonra Cocuq Mərcanlıda insanlar məskunlaşmağa başlayırlar. Lakin 94-dən 2016-ya qədər bu Cocuq Mərcanlıda məskunlaşma olmur. Kənd daha sonra düşmən burada yaxınlıqda yerləşən Cocuq Mərcanlı kəndini də atəş altında saxlaya bilirdi. Kənd Azərbaycanın deməli
Kənd Azərbaycan ordusunun nəzarətində olsa da, orada yaşayış yox idi. Bayaqlar qeyd etdiyimiz kimi Azərbaycanın nəzarətində idi 94-dən bəri, 1994-dən bəri, lakin yaşayış yox idi. Cocuq-Mərzənin əhalisi Lələtəpədən atılan atəşlərdən sonra kəndi tərk etməyə məcbur olmuşdu. Aprel döyüşlərinin birinci günü əks hücuma əmri alan döyüşçülərimiz cəmi 40 dəqiqə ərzində Lələtəpə yüksəkliyini azad etdi. Demək, 40 dəqiqə ərzində aprel döyüşlərində Lələtəpə yüksəkliyi nədir? Azərbaycan Silahlı Qüvvələri tərəfindən, Azərbaycan ordusu tərəfindən azad olundu. Ermənistan hərbçiləri dəhşət içində idi. Xüsusi xilas yoluna qaçmaqda görən düşmənin iradəsi sarsılmışdı. Ordumuzun gücü, şəxsi heyəti, döyüş ruhu onları heyrətə gətirmişdi. Düşmən anladı ki, üzərində gələn ordu 90-cı illərdəki ordu deyil, vahid komandanlıq hərbi birləşmənin birgə fəaliyyəti uğurların əsas səbəblərindən idi. Lələtəpə üzərində Azərbaycan bayrağı dalğalanmağa başladı. Qısa müddət ərzində Cocuq-Mərzanlı bərpa edildi. Kənd əhalisi doğma yurduna qaytarıldı. Yəni Lələtəpənin azad olunmasından sonra, aprel döyüşlərindən sonra Cocuq-Mərzanlıda insanlar məskunlaşmağa başladı. Yerli əhali deməli öz kəndlərinə qayıda bildi. Daha sonra aprel döyüşləri Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitdi. 2000 hektardan artıq ərazi düşmən torpağından azad edildi. Demək, aprel döyüşlərində 2000 hektardan artıq ərazi düşmən torpağından azad edildi. Yadımızda saxlayaq, 2000-dən artıq hektardan artıq torpaq ərazisi aprel döyüşlərində düşməndən azad edildi. Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar aprelin 5-də dayandırıldı. Demək, hərbi əməliyyatlar nə vaxt dayandırıldı? Aprelin 5-də birindən ikisinə keçirildi başladı. Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə aprel döyüşləri dayandırıldı. 2016-cı ildə baş vermişdi bu döyüşlər, yadımızda saxlarıq. Buna baxmayaraq, xalqımızın gələcək qələbəyə inamı daha da möhkəmləndi. Bu döyüşlər qazanılan qələbə gələcək səfərin bir müjdəçisi oldu. Düşmən isə həmin böyüklə verdi, həm də Azərbaycan ordusunun döyüş ruhu qarşısında sarsırdı. Deməli, daha sonra burada da döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstəriblər ki, Azərbaycan əskəri, zabiti həm peşəkardır, həm vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Bu döyüşlərdə bütün dünyaya göstərir ki, Azərbaycan ordusu ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Bunda kim demişdi? Azərbaycan prezidenti Ali Baş Komandan İlham Əliyevin sözləri idi bu qeyd etdiklərim. Daha sonra baxırıq. Tarix yazan qəhrəmanlar. Aprel döyüşlərində igid Azərbaycan oğulları öz qanlı ilə qəhrəmanlıq dastanı yazdı. Onlardan biri də Murad Mirzəyev idi. Deməli, kim idi? Murad Mirzəyev idi. O hərbi elminin incəliklərini yaxşı mənimsəmişdi. Türkiyədə yüksək hərbi təhsil almış, dünyanın bir sıra ölkələrində keçirilən təlimdə də fərqlənmişdi. İngilis və rus türk dillərdə gözəl bilirdi. Tarix kəndi tərəfindən gedən döyüşlərdə bölmələrdən birinin başçılığı edən Murad Mirzəyev dəqiq əmrlər və göstərişlərlə yüksəkliklərin alınmasında öz töhfəsini vermişdi. Tabeliyində olan hərbi birləşmənin düşmənə puskusunu tabelinin hərbi birləşmənin düşmən puskusuna düşdüyünü görən qəhrəman zabitimiz özü də əldən silah döyüşlərə atıldı. Yaralansa da bu döyüş meydanını tərk etmədi. Əksinə digər yaralılar ateş altından çıxarılmasına yardım etdi. Özü isə son gülləsinə qədər döyüşərək həlak oldu. Demək, Murad Mirzəyev də Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. Harda? Tərtərdə, Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmanlıqlar göstərmiş və o son qanına qədər döyüşmüş və şəhid olmuşdu. Bu da kim idi? Aprel döyüşləri qəhrəmanı Murad Mirzəyev idi. Daha sonra digər zabitimiz Samid İmanov ayağından və çiynindən yaralansa da döyüş mövqeyini tərk etməmişdi. Özünü deyil, yarara Gizrin döyüş meydanından çıxarılmasını əmr edən Samid son gülləsinə qədər döyüşüb. Geri dönən əsgərlər onun əlindən qumbara tutulmuş halda tapmışlar. Qəhrəman döyüşçümüz əsir düşməmək üçün qumbaranı sona saxlamışdı. Bu da Samid İmanov haqqındadır. Samid İmanov da aprel döyüşlərində şəhid olmuşdu. Gizir Sərxan Bayramov aldığı yaralarına baxmayaraq döyüş meydanına çıxmamış, son nəfəsinə qədər vuruşmuşdu. Raqif Orucov əfsanəvi kəşfiyyatçımız, mahir kəşfiyyatçımız idi. Raqif Orucov o 1-ci Qarabağ müharibəsində də iştirakçısı olmuşdu. Demək, yadımızda saxlayırıq. Raqif Orucov həm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu.
Deməli bu əfsanəvi kəşfiyyatçımızdır, mahir kəşfiyyatçımızdır və 1-ci Qarabağ müharibəsində iştirakçısı olmuşdu. Kim? Raqif Orucov. Düşmən dilini yaxşı bilən Raquf aprel döyüşlərində qədər çox çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirmişdi. Kəlbəcər istiqamətində xidmət edən 7 kəşfiyyatçımız demək hansı istiqamətdə? Kəlbəcər istiqamətində yardımcı saxlayır. Kəlbəcər istiqamətində xidmət edən 2 kəşfiyyatçımız düşmən arxasındakı uğurlu əməliyyatların deməli baxaq deyəcəyiz. Uğurlu əməliyyatlarına görə Murov qartarı adlandırılmışdı. Deməli bu kəşfiyyatçı, əfsanəvi kəşfiyyatçı Kəlbəcərdə xidmətinə görə, yəni düşmən arxasındakı uğurlu əməliyyatlarına görə Kəlbəcər istiqamətində ona Murov qartarı ləqəbi verilmişdi. Yəni Murov qartarı adlandırırlar. Necə adlandırırdılar Raquf Orucovu? Deməli Raquf Orucov düzəltdim. Raquf Orucovu necə adlandırırdılar? Murov qartarı adlandırırdılar. Əfsanəvi kəşfiyyatçımız. Bunu da yadımızda saxlarıq. Kəlbəcər istiqamətində fərqləndiyinə görə, kəşfiyyat məlumatlarından əldə olunması baxımından fərqləndiyinə görə ona necə adlandırırdılar? Murov qartarı. 1-ci Qarabağ müharibəsində iştirak edib Raquf Orucov. Necə adlandırırdılar? Murov qartarı adlandırırdılar. Yadımızda saxlayırıq. Aprel döyüşlərində puskuya düşsə də sona qədər düşmənlə döyüşmüşdür. Aprel döyüşlərinin qəhrəmanlarından biri də Gizir Pəncəri Teymurovdur. Deməli kimdir? Pəncəri Teymurov da Aprel döyüşlərinin qəhrəmanlarıdır. O xüsusi təyinatlıların deməli necə o xüsusi təyinatlıların əfsanəsi adlandırılırdı. Deməli Pəncəri Teymurovu necə adlandırırdılar? Xüsusi təyinatlıların əfsanəsi adlandırırdılar. Qoca Qurd ləqəbi ilə tanınan qəhrəman necə tanınırdı? Qoca Qurd. Murov qartalı ləqəbi ilə tanınan Raquf Orucovdur. Qoca Qurd ləqəbi ilə tanınan deməli Pəncəri Teymurovdur. Yadımızda saxlayırıq, bir də qarışdırmırıq. Pəncəri Teymurov necə hansı ləqəblə tanınırdı? Qoca Qurd ləqəbindən xüsusi təyinatların əfsanəsi adlandırırdılar. Kimi? Pəncəri Teymurovu. Qəhrəman Talış kəndi istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Demək bu da Talış kəndi istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu, şəhid olmuşdu, belə deyək. Onunla yanaşı Elmdar Səfərov da igidliyi və qorxmazlığı fərqlənmişdi. Yaralansa da döyüş meydanını tərk etməyə razılıq verməyən hərbçimiz yoldaşlarına mən bu gün necə illərdir gözləyirəm deyirsiniz gedim arxada ölüm demişdir. Lələtəpə istiqamətində gedən döyüşlərdə Şükrü Həmidov böyük şücaət göstərmişdi. Demək Lələtəpə döyüşlərində kim xüsusi şücaət göstərmişdi? Cəbrayıl istiqamətində Şükrü Həmidov. Demək Şükrü Həmidov Lələtəpə yüksəkliyində Lələtəpə Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərmişdi. Şükrü Həmidov şəkildə də var. Qeyd edirəm göstərmişdi. Buna bölmə komandiri olmasına baxmayaraq əsgərləri ilə öncəlikdə döyüşmüş, Lələtəpə yüksəkliyinin azad edilməsində mühüm rol oynamışdı. 2-ci Qarabağ müharibəsində doğulduğu Qubadlı rayon istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına deməli oktyabrında bu Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 22-si səhv etmirəmsə, oktyabrın 22-sində Qubadlı istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına nə edir? Şəhid düşür oktyabr ayında, belə deyək. Qubadlı istiqamətində 2020-ci il 2-ci Qarabağ müharibəsi dövründə Şükrü Həmidov şəhid olur və aprel döyüşlərində də iştirak etmişdi. Onu da yadımızda saxlayırıq. Demək Şükrü Həmidov həm 1-ci Qarabağ həm aprel döyüşlərində, həm də 2-ci Qarabağ müharibəsində iştirak etmişdi. Kim iştirak etmişdi? Şükrü Həmidov. Həm 2-ci Qarabağ müharibəsində, həm də aprel döyüşlərində iştirak etmişdi. Aprel döyüşlərində iştirakçı olan hər bir Azərbaycanlı əsl qəhrəman idi. Onlar Murad Mirzəyev, Samid İmanov, Şükrü Həmidov Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan Əməyev tərəfindən Azərbaycan Milli Qəhrəman adı verilmişdi. Demək kimlərə verilir? Murad Mirzəyev, Samid İmanov və Şükrü Həmidova Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən deməli milli qəhrəman adı verilmişdir. Demək milli qəhrəman adı kimə verilir? Murad Mirzəyevə, Samid İmanova və Şükrü Həmidova. Samid İmanov, Murad Mirzəyev, bunu yadımızda saxlayırıq. Murad Mirzəyev aprel döyüşlərində iştirakına görə bunlara demək döyüşlərindən sonra, yəni Murad Mirzəyevə yadımızda saxlayırıq. Samid İmanova, Şükrü Həmidova, burada var. Şükrü Həmidova milli qəhrəman adı verilmişdi. Bunu da yadımızda saxlayırıq. Deməli
Daha sonra Raqov Orzov kəşfiyyatı çox vaxt təşkil edilmiş, erməni dilini bilməsi onun düşmən içərisində sızmasına imkan verirdi. O Kərbəlayi istiqamətində növbəti kəşfiyyat çıxır. Düşmənin hərbi sərbəst daxil olan İngilis kəşfiyyatçımız onların düzülüşünü, hərbi hissənin yerləşdiyi əraziyə mühüm obyektlərin lentləri alırdı. Bu məlumatlara gələcək hərbi əməliyyatlara üçün olduqca qiymətli idi. Bunu bilməkdə. Bu da Raqov Orzov haqqındadır. Erməni dilini bilirdi. Əfsanəvi kəşfiyyatçımız idi. Deməli, dərsin izahı bu qədər oldu. Çox sağ olun.